Əhzab surəsinin 33-cü ayəsi uca Rəbbimiz həmin ayədə Allah istəmişdir ki, siz əhl-i beytdən hər növ çirkinliyi uzaq etsin və sizi tərtəmiz qərar versin. Ayədə işlənilən ricis, murdarlıq, kirlilik sözünün mənası nədir? Alimlər ricis sözünü iki qismə bölüblər. Biri maddi kirlilik, digəri isə mənəvi kirlilik, yəni günah. Hətta düşüncədə olan, qəlbdən keçirilən belə günaha ricis deyərlər. Deməli, ayə onu göstərir ki, əhl-i beyt nəinki zahirən günah edərlər, hətta günah etmək belə onların düşüncəsindən, onların qəlbindən belə keçməz. Bir nəfər gəldi İmam Əli əleyhissalamın yanına, dedi, ey müttəqilərin imamı, heç sənin qəlbindən keçir ki, bir günah eləyəsən? İmam əleyhissalam belə cavab verdi. Dedi, heç sənin qəlbindən keçir ki, murdar, iyrənc bir şeyi yeyəsən? Dedi, əsla. Dedi, günah bizim nəzərimizdə həmən o murdarlığa bənzəyir, həmin o nəcisə bənzəyir. Deməli, əhl-i beyt nəinki zahiri günahlardan, hətta batini günahlardan, düşüncələrində belə günah keçirməkdən, günah iş görməkdən çox-çox uzaqdırlar. Bəs ayədə işlənilən iradə sözünün mənası nədir? Yenə də deyirəm, bu anlayış geniş şəkildə, təfərrüatlı şəkildə bizim kəlam və hədis şərhi ədəbiyyatında keçir. Lakin qısa olaraq bunu deyək ki, ilahi iradənin özü də iki növə bölünür. Birincisi, əl-iradətü təşriiyyə deyərlər. Yəni, şəri iradə, sadə misalla desək, məsələn, müəllim istəyir ki, hər bir şagird əlaçı olsun, amma şagird oxumur. Bu iradəyə, müəllimin bu iradəsi təşrii iradə adlanır. Bir də var əl-iradətü təkviniyyə, yəni təkvini iradə. Məsələn, kainatın xəlq edilməsi, məsələn, günəşin məşriqdə çıxıb məğribdə batması və yaxud qızdırıcılıq, istilik xüsusiyyətinə, nuraniyyət, işıq vermə xislətinə sahib olması təkvinidir. Allah belə istəyib, günəşin bu iradədən kənar bir istəyi ola bilməz. Əhl-i beyt qeyd etdiyimiz bu və buna bənzər digər ayələrdə həmi ismət məqamına sahib olan bir varlıq kimi göstərilib və həm də sevilməsi, ehtiram göstərilməsi vacib olan, zəruri olan varlıqlardır. Məsələn, Peyğəmbər əleyhissalamın bir çox hədislərində əhl-i beytə məhəbbət göstərmək, onların ehtiramını saxlamaq, hər növ çirkinliyi onlardan uzaq bilmək biz müsəlmanlara fərz edilmiş ilahi əmrlərdən biridir.